salamlayıram və bu yaxınlarda azadlığa çıxmış, belə deyək, türmə yoldaşdan Vidadi bəyə, Şahin bəyə xoş çıxdınız deyirəm, Talib bəyə də həmçin həmişə azadlıqda inşallah sağ əlləri artıq belə deyək, 50-yə yaxın olan siyasi məhbusların başına. Mən bu ictimai palat layihələri də oxudum, çıxışları da, mövqeləri də bilirik, mətbuatdan da izləyirik. Burada bir yanaşma fərqi var. Bilirsiniz, NATO artıq beynəlxalq qurum var. NATO dövlətlərin, belə deyək də, hərbi əməliyyatlarının birgə aparılması üçün yaradılmış bir sistemdir. Amma NATO heç kimə diktə eləmir ki, sən öz ərazilərini qoruya bilməzsən. Məsəl üçün, hansısa dövlətə, NATOya daxil olan hansısa dövlətə digər dövlət hücum edirsə, NATO durub ona diktə eləyə bilməz ki, sən onu müdafiə elə və yaxud da eləmə. Və yaxud da Birləşmiş Millətlər Təşkilatı var. O diktə eləmir dövlətlərə ki, sən bunu elə, bunu eləmə. Hətta Avropa Birliyi belə, pul üzərində qurulmuş, iqtisadi maraqlar üzərində qurulmuş dövlətdə belə bugün vahid büdcə məsələsi hələ də müzakirə olunur. Hələ də hər bir dövlət öz addımını, öz millətinə, öz mənafeyinə, özünün düzgün, doğru bildiyi istiqamətdə getmək üçün öz, belə deyək, suverenitetini qoruyur. Və bugün durub, parlament seçkilərinin nəticələrinin ləğv olunması, yeni parlament seçkilərinin yaradılması üçün tək siyasi partiyalardan deyil, ictimaiyyət nümayəndələrindən, siyasətdən uzaq olan ədəbiyyat, belə deyil, nümayəndələrindən belə təşkil olmuş ictimai palataya bu və ya digər Azərbaycan taleyini həll edən partiyaların yerinə qərar vermək, hüququ vermək, bu biraz sağlam məntiqə uyğun deyil. Biz İctimai Palata, Müsavat Partiyası İctimai Palatanın yaradıcılarından və əsas aparıcı qüvvələrindən biridir. Amma mən indiyə qədər Müsavat Partiyasının və yaxud da İctimai Palatanın da hər hansı bir qərarını eşitməmişəm ki, Müsavat Partiyası bu və ya digər addımı atanda İctimai Palatadan və ya Koordinasiya Şurasından izin almalıdır və yaxud da kimlərlənsə hesablaşmalıdır. Yəni bu məsələləri qarışdırmayaq. Çünki hər bir partiyanın özünün mübarizəyə yanaşma metodu var. Mən düşündüyüm kimi digərləri düşünməyə bilər. Amma bu demək, bugün Azərbaycan müxalifətində ən az səmimi 2-3 partiya var. Səmimi müxalifət olan, həqiqi müxalifət olan. Amma o müxalifətin belə mübarizə nəticəsində hansı yolla geçsək demokratiyaya çatacaq, müxtəlif yanaşmaları var. Və partiyalar, firqələr buna görə yaranır. Bu ayrı, biri var koalisiyalar, biri var partiyalar. Yəni ki, bunu qarışdırmayaq və heç kim kimliyindən, qurumundan asılı olmayaraq Müsavat Partiyasına necə edəcəyini, nə edəcəyini diktə edə bilməz. Biz Müsavat Partiyası olaraq Müsavat Partiyasının üzvlərindən və xalqımızdan söz eşidərik və onlara əməl edərik. Yəni bu məsələni bu məsələyə qarışdırmayaq. Və mən burada belə deyək, utopik xəyallara qapılmış bizim dostlarımızdan soruşuram. Kim mənə qarantiya verə bilər ki, sabah İctimai Palatanın vahid namizəd elan elədiyi insana Rəsul Quliyev dəstək verəcək, Fazil Qəzənfəroğlu müxalifət adına çıxış edən dəstək verəcək, Qüdrət Həsənquliyev dəstək verəcək, İqbal Ağazadə dəstək verəcək, Sərdar Cəlaloğlu dəstək verəcək, təbii ki verməyəcəklər. Və bunların belə dəstək verməyəcək adama vahid namizəd demək mümkündürmü? Və yaxud da ki, 2003-cü ildə heç də indiyə qədər heç bir Azərbaycanda keçirilmiş müxalifətin hamısında da qalib gəlmiş seçkilərində vahid namizəd anlayışı olmuyor. Hətta axırıncı Müsavat cəbhə blokunda belə bir çox dairələrdən hər partiyanın öz namizədi oldu. Və bu bizim mübarizəmizə xələl gətirmədi. Bilirsiniz, siyasət reallıqlar elmidir. Siyasət nəticə varılması mümkün olmayan yollara çıxılıb özünü azdırmaq deyil. Bizim konkret hədəflərimiz, məqsədlərimiz olmalıdır. Və sonda bir kəlmə də qeyd edirəm, vaxtın bitdiyinə görə Koordinasiya Şurasının özünü yenidən seçkilərə buraxmaması məsələsində qınayıram. Bu, biraz avtoritar rejim çıxdı ki, bizi məclis üzvləri seçməməlidir, sesiya üzvləri və sizi kim seçməlidir? Və bunu əgər sizi biz seçmiriksə, onda siz niyə bizi idarə eləməlisiniz? Bu qədər.